Bədən dili, yoxsa özünə güvənli çıxış? Bu mövzular haqqında sorğu aparmışdıq. Sorğunun nəticələrinə əsasən özünə güvənli çıxışı 48 nəfər, bədən dili mövzusunu isə 27 nəfər seçib. Və bu cavabları nəzərə alaraq ilk olaraq çəkilişimiz özünə güvənli çıxışdan başlayacaq. Daha sonra 27 nəfərdə nəzərə alaraq bədən dili haqqında danışacağıq. Özünə güvənli çıxış necə olar? Adı da üzərində özünə güvən mövzusu var burada. Əgər özümüzə olan güvənimiz yoxdursa, çox gözəl, təsirli, yadda qalan çıxış etməyimiz də mümkün deyil təəssüf ki. Bu ilk olaraq yuxarıdan aşağı gəlir. Zehində başlayır. Zehində problemlərimiz nə qədər çoxdursa, travmalarımız nə qədər çoxdursa, fikirlər nə qədər çoxdursa, qarışıqdırsa, gözəl danışmağımız mümkün deyil. Zehin, dil və bədən dili. Üçü paralel işlədiyinə görə, üçündə də müəyyən qədər hər şey qaydasında olmalıdır. Psixoloji problemi olmayan insan yoxdur. Amma müəyyən qədər qaydasında olmalıdır ki, nitqə sirayət eləyir. Nitq üzərində də işlədiyimiz zaman keyfiyyət əldə eləyə bilək. Nitqimizdə hər şey qaydasında olduğu zaman bu psixologiyamıza da təsir eləyir, müsbət təsir eləyir. Üstəgəl bədən dilimizə də müsbət təsir eləyir. Bu istər biz şuurlu şəkildə eləyək, istərsə biz şuursuz şəkildə. Çünki zehnimizdə, alt şuurumuzda bədən dili informasiyaları var. Sadəcə şuurlu şəkildə öyrənmirik. İndi inşallah bədən dili mövzusunda bunu ətraflı danışacağıq. Bədən dili, nitq və bizim zehnimiz, yəni psixologiyamız, bunlar üçü bərabər işləyir. Biz işlədiyimiz zaman da üçündən paralel işləyirik. Təsəvvür edin ki, çox əsəbisiz və qarşı tərəf də sizdən səmimi cavab verməyinizi istəyir. Bu nə qədər mümkündür? Nə qədər qarşı tərəfə təbəssüm eləyə bilərsiniz çox gərgin və əsəbi olduğunuz zaman? Bu heç birimizə mümkün deyil. Buna görə də biz yaxşı fikirləşməliyik, psixologiyamızda müəyyən qədər şeylər qaydasında olmalıdır ki, nitqimizdə də biz problemləri aşkarladığımız zaman üzərində işləyərək müsbət nəticələr əldə edə bilək. Və bunların ikisi də birləşib bizim bədən dilimizə sirayət eləyir. Biz deyirik ki, bədən dili bizi yanıltmır. Biz nitqimizdən yalan danışa bilirik. Dil yalan danışa bilir, amma bədən dili yalan danışa bilmir. Bizi qarşı tərəfə satan bir vasitədir. Amma bizim zehnimiz və dilimiz paralel işlədiyi müddətcə bədən dilinə də yansıyacaq və bədən dilinə də müsbət təsir göstərəcək. Özünə güvənli çıxışda isə özümüzə güvənimizin yerində olması lazımdır. Bu toxunduğumuz üç nüansda, üçündə də müəyyən qədər proseslər paralel getməli və irəliləyə bilməlidir ki, özünü güvənli nitq ortaya çıxara bilək. Üçündən də bizim informasiyamız olmalıdır. Psixologiyamızdandır, nitqimizdən də, yəni natiqlikdən də, bədən dilindən də müəyyən qədər informasiya əldə eləməliyik ki, çıxış üçün bizdə özümüzə olan güvən yaransın. Özümüzdə güvən yoxdursa, heç bir gözəl nitqdən, çıxışdan söz gedə bilməz. Qarşı tərəfi təsirləndirə də bilmərik. Mümkün deyil. İnformasiya ötürdüyümüz zaman bunu bizim zehnimiz icazə verməyəcək. Bəlkə əzbərləmişik, çox gözəl informasiyalar var, beyində əzbərləyib danışacaq qarşı tərəfə. Amma təsirli şəkildə ötürə bilmərik. Əzbərləyib çıxdığımız bu qaydada ola bilər ki, əzbərləmişəm, başlayıram cümlələri ard-arda qurub danışmağa. Amma bədən dili onu demir axı. Bədən dili satır bizi qarşı tərəfə. Bunu əzbərləyərək qarşı tərəfə çatdırdığımızı bədənimiz özü göstərir. Nitqimizdən hər nə qədər gizlətməyə çalışsaq da. Axı psixologiyada, psixologiyamız bilir, bizim zehnimiz, beynimiz bilir ki, mən bunu necə hazırlaşmışam, mən necə danışıram, indi bəyənəcəklərmi, indi biabır olacam, indi necə olacaq, çaşacaqmı, arda necə gələcək, birdən sual verərlər, suala cavab verə bilmərəm və s. Bu düşüncələr bizi geriyə salır. Özünə güvəni bastırır, aşağı düşürür. Ya ümumiyyətlə çıxışdan imtina eləyirik ki, deyirik ki, yo, çıxış mənlik deyil. Aha, niyə mənlik deyil? Çünki irəli addım atmırıq, o problemləri aşkarlayıb üzərində çalışmırıq. Bir problemləri üzərində aşmalıyıq, çalışmalıyıq, işləməliyik. İndi burada da yanaşma individualdır, şəxsə görə dəyişir. Hər şəxsin problemi fərqlidir. Kimi çıxış eləyə bilmir, çünki təcrübəsi yoxdur. Kimi çıxış eləmək istəmir, çünki mövzudan xəbəri yoxdur. Kimi çıxış eləmək istəmir, nitqini bəyənmir. Kimin sadəcə psixoloji
bir problemi var, ona görə çıxış eləyə bilmir və sair. Yanaşma individual olur. Hər nədirsə problemlər aşkarlanır və başlayır hər üçü paralel olaraq işlənməyə. Həm informasiya baxımından, həm də praktika baxımından. Zehin, dil, bədən dili. Üçü paralel getdiyi zaman burada artıq yavaş-yavaş özünə güvənli çıxış meydana çıxır. Uğurlar.